Süjetimiz var. İmtahansız ikinci təhsilə ehtiyac varmı? Bayaqdan danışırıq. Əslində əlavə təhsil sayılır bu. Təhsil. Bəli, ola bilər bu üçüncü, ola bilər dördüncü, ola bilər. Ümumiyyətlə, universitetlər imtahansız əlavə təhsil şəraiti yaradır insanlara, ali təhsil Nəzərə şəraiti alsaq yaradır. ki, məsələn, mənim fikrimi soruşsaq... Bu ödənişlidir. Universitetlər bundan qazanır. Bəs cəmiyyətimiz nə qazanır? Bəli, söhbət ondan gedir. Budur. Çünki universiteti bitirib, hansısa, məsələn, müəllimlik üzrə universiteti bitirib, amma işə qəbul imtahanını keçə bilmirlər. Bunlar niyə ikinci təhsil almalıdırlar, əgər o savadları yoxdursa? Ay, sağ ol. Düşünməyə bilmirsən. Süjetimiz var. Süjetə. Sən test imtahanı vermirsən deyə pul oxumalısan. Burada əziyyət çəkib imtahan verək, onlar imtahansız elə keçiş olmur axı. Hər il universitetlər imtahansız ikinci ali təhsil almaq istəyən şəxslər üçün müxtəlif ixtisaslar üzrə imtahansız qəbul üzrə müsabiqə elan edir. Lakin imtahansız ikinci ali təhsil almaq istəyən şəxs yalnız ödənişli əsaslarla oxuya bilər. Həm tələbə üçün imkan yaradır ki, gələcəkdə əlində bir iş olsun, nə bilim, gələcəyin qursun. Həm də ki, bir universitet tərəflərinin üçün də, yəni illik ödənişini alırlar. Biz burada əziyyət çəkib imtahan verək, onlar imtahansız elə keçiş olmur axı. Gərək çalışıb keçmək lazımdır. İmtahan verib almış keçirmək, imtahansız keçsən biraz ayıb olardı. Yəni ki, əslində hər bir yerdə bir yoxlayıcı olmalıdır, imtahan olmalıdır. Mənfi məsələ nədir? Burada qaydalar mərkəzləşmiş formada deyil. İxtiyar universitetin və yaxud da kollecə verilir və burada bəzən, məsələn, 2 nömrəli tibb kolleci hələ yerlər çıxartmayıb. Halbuki proses keçən ayın 25-dən başlayıb. Yəni, burada istədiyi vaxt yer çıxarır. Bəzi müəssisələr, xüsusən tibb müəssisələri ayrılan plan yeri dolanda artıq həmin yeri saxlayırlar. Mən düşünürəm ki, belə olmamalıdır. Hər kəs sənədini verməlidir, daha uyğun namizədləri götürməlidirlər. Bunlar isə elə eləmirlər. Daha tez qeyddən keçənləri götürürlər. Ekspert Elşan Qafarov bildirir ki, bu təhsil növü birinci təhsilini bitirənlərə yeni bilik, bacarıq qazanmaq və karyera dəyişmə imkanı yaradır. Əmək bazarının tələblərinə uyğun olaraq deyək ki, istədiyi ixtisas üzrə iş var, amma onun ixtisası təhsili imkan vermir. Bu zaman müraciət edir. Daha az müddətdə və müvafiq ixtisasa yiyələnir, bu sahə üzrə təhsil kreditlərini əldə edir. Bir də burada bilirsiniz ki, əlavə təhsildə həm də qiyabi təhsil də var, onlayn təhsil də var. Bu da işləyən şəxslərin əlavə təhsilə müraciət etməsində böyük imkan yaradır. Ekspert Rizvan Fikrətoğlu isə hesab edir ki, bu təhsil növü bəzi universitetlərdə sui-istifadə hallarına yol açır. Burada demək olar ki, məsələn, hüquq təhsili, bir sıra təhsilləri qiyabi qəbul edir. Yəni, universitet demək olar ki,